Növbəti müsahibimiz Aslansoy Nahid. Nahid, bildiyimizə görə Detektiv Lüks qəzetinin baş redaktorunun müavinisən. Və bu günlərdə Detektiv TV fəaliyyəti ortaya çıxıb və yeni bir TV açmışsınız. Bu haqda nə deyə bilərsiniz? Bildiyiniz kimi son zamanlar bütün dünyada baş verən proseslər ona gətirib çıxardır ki, dövlət və vətəndaşlar arasında bir bağ yaranmalıdır və əfsuslar olsun ki, Azərbaycanda bir sıra orqanlar və bir sıra məmurlar dövlət və vətəndaş arasında olan bağı ortadan qırmağa çalışırlar. Və bizim Detektiv Lüks qəzeti olaraq fəaliyyətimiz ondan ibarətdir ki, baş verən prosesləri lazım olan orqanlara çatdırmaq, vətəndaşların problemlərini yerindəcə araşdırmaq, aidiyyatı orqanlar qarşısında məsələ qaldırmaq və dövlətdə belə deyək, təmsil olunan insanların diqqətini birbaşa həmin öz sakinlərinin, öz əhalisinin üzərinə yönəltmək. Və düşünürük ki, bununla da dövlətin və dövlətçiliyin təməl prinsiplərini qorumağı özümüzə borc bilirik və bu yolda da irəliləyirik. Aydındır. Dediyiniz həmən bu proseslər Detektiv Lüks qəzetində daim işıqlandırılırdı. Bəs Detektiv TV yaratmağınızın məqsədi nədən ibarətdir? Bildiyiniz kimi son zamanlar qəzetə o qədər maraq yoxdur. Daha çox onlayn versiyaları izləyirlər, yəni insanlarla daha çox elektron aləmə meyil artır və informasiya dünyasında yaşayırıq. Bunun üçün də biz Detektiv TV-ni yaratdıq və Detektiv TV vasitəsilə baş verən prosesləri canlı çəkmə, canlı yayma və insanlara olan materialları orijinal olaraq çatdırma imkanlarımız yaranır və bununla da biz daha yaxşı xidmət edəcəyimizi düşünürük. Ümumiyyətlə, Detektiv Lüks qəzetinin əməkdaşları sizin iş fəaliyyətinizdə necə fəaliyyət göstərirlər? Peşəkardırlarmı və yaxud da necə? Bu yaxınlarda mən belə bir saytların birində, hətta belə Facebook səhifəsində belə bir məlumat oxudum ki, jurnalistlər vəsiqəni hətta belə mebel ustasına verirlər. Bu haqda nə deyə bilərsiniz? Onu deyim ki, bunu sizin köhnə bir dostunuz Rəsmiyə xanım, Rəsmi Xəbər Az saytının rəhbəri demişdir. Bilirsiniz, İtalyan memarlığında belə bir söz var ki, kənardan adi, adidən kənar ola bilər. Bizim əməkdaşımızın biri mebel ustası kimi görsənə bilər. Amma gəlin, gerçəyinə varaq görə o həqiqətən də mebel ustasıdırmı? Yəni, dünyada informasiyaların əldə olunması üçün insanlar bir sıra rollara girə bilirlər ki, o mebel ustası da ola bilər, ayaqqabı ustası da ola bilər, ayaqqabı təmiri ilə məşğul ola bilər, rəngsaz ola bilər, amma bu demək deyil ki, o həqiqətən o sahənin mütəxəssisidir. O sadəcə olaraq informasiya əldə etmək üçün o sahədən istifadə edir. Yəni, biz uzaq sahələrdə filminə də baxsaq görərik ki, Mixailo özünü, belə deyək, bəzi vəziyyətlərdən qurtarmaq üçün hətta rəssamlığa belə əl ata bilir. Yəni, bu yenə də bizim fikrimizi əsaslandırır ki, mebel ustası belə olmaq, yəni bizim qeyri-professional olmamız demək deyil. Əksinə, daha professional bu məsələlərə yanaşmamızdır. Çox sağ ol, təşəkkür edirəm.